Nini Şöyle sizin Nili Facebook بفيسبوك səhifənizdə شرفة soruşur. تميل Həmişə ضمن deyirlər, elə bir الدوام şey yoxdur ki, بشابهتون istək qarşısında كإله dayanabilsin. شابهغاي Sanki إيمان seçim ondan يرتمس بك ibarətdir ki, mən أزانيت لح kifayət عندما qədər أؤمن güclü بتناوته istəyəcəyimmi إم və ترتمس onda بك mütləq uğura تتسلح çatacağam. كيلو Əgər شكون شدة kifayət qədər تبهيرة çox مدى تغالي istəyirsənsə, nail İntərsi olacaqsan. naxon Sanki seçim nöqtəsi elə bundadır. Bu أستطيع barədə nə düşünürsünüz? تقدير Əgər sən التان düz نخون şəkildə istəsən, onda nail olacaqsan. Düzgün şəkildə nə deməkdir? Bu o deməkdir ki, sən hərəkət etməlisən. Təbiətin qanunlarını aydın şəkildə anlayaraq. Necə ki, Kabala elmi bizə bunu izah edir. O bizə izah edir ki, biz hansı qanunlar sistemində yerləşirik? Şər qüvvəsi və xeyir qüvvəsi. Təbiətdə mövcud olan bu iki qüvvə plus və minus. Adətən bütün elmdə biz yalnız bir qüvvəni nəzərə alırıq. Belə adlanan sol qüvvəni, ego qüvvəsini. Xeyir qüvvəsi isə bu gizli qüvvədir. Gəlin buna yaradan deyək. Necə adlandıracağımız vacib deyil. Biz onu öyrənə bilmirik, çünki o bizdən gizlənmişdir. Və nəticədə belə çıxır ki, elmi öyrənmək mənə həyatda müvəffəq olmaqda kömək etmir. Görünür ki, elmin bütün tərəqqisinə baxmayaraq biz uğura nail olmuruq. Yalnız o zaman ki, sən xeyir qüvvəsini götürürsən və onu şər qüvvəsi ilə tarazlaşdırırsan. Bu iki qüvvə arasında tarazlıqda sən sakit, harmonik bir həyat tapırsan.